Əziz şagirdlər, növbəti sınavımızın video izahına baxırsınız. Deməli, sual 1-dən başlayaq. Seyid Əzim Şirvani fəaliyyətlərinə aiddir. Bilirsiniz ki, Əkinçidən başlanan yol mövzusunda orada Əkinçi qəzeti ilə əməkdaşlıq edən 3 nəfər əlavə ziyalımızın adı çəkilir. Biri də Seyid Əzim Şirvanidir. Ona görə də biz burada nə götürəcəyik? Xalqı maarifləndirməyə çalışması doğru cavab A'dır. Əkinçi qəzeti ilə 60-cı illərdə yox, 70-ci illərdə əməkdaşlıq edib. Gülüstan İrəm əsərinin müəllifi Bakıxanovdur. Orta əsrlər dövründə ola bilməz, yeni dövrdə fəaliyyət göstərib. Müsəlmanlar üçün ilk mədrəsədə ola bilməz, çünki ilk mədrəsə orta əsrlərdə fəaliyyətə başlayıb. Davam edirik ikinci sual. 19-cu əsrin 70-ci illər Azərbaycan tarixinə aiddir. Əkinçi qəzetinin çap olunması ilə milli mətbuatımızın əsasının qoyulması. Bu da cavab burada C olur. Digər ifadələr təbii ki, uyğun deyil. Molla Nəsrəddin jurnal 20-ci əsrin əvvəllərində, Azıq mağarası 20-ci əsrə aiddir. Şimali Azərbaycanda müstəmləkə rejimin başlaması 19-cu əsrin əvvəlləridir. Şimal xanlıqlarımız o dövrdə artıq yox idi. Davam edirik 3-cü sual. Səfəvilər dövlətinin 16-cı əsr tarixinə aid deyil. Azərbaycan torpaqlarının böyük bir hissəsi vahid dövlət halına birləşdirilmişdir. Bu aiddir. Qızılbaşların Osmanlılarla ilk döyüşlərinin baş verməsi. Bu da aiddir. Ağqoyunlu dövlətin paytaxtına ələ keçirilməsi. Bu zaman Səfəvilər dövlət deyildi. Bu aid deyil. Çar Rusiyasına qarşı mübarizə aparılması bu 18-ci əsrdir. Bu da aid deyil. Çünki bizdən 16-cı əsr soruşur. Avropa dövlətləri əlaqələr yaranması aiddir. 3-4 doğru cavab yedir. Davam edirik 4-cü sual. Boşluqların yerini xronoloji ardıcılığı tamamlayan müvafiq hadisələri qeyd edin. Şirvanşahlar dövləti yaranmasından, biz Şirvanşahlar dövlətinin yaranmasından sonraki Ağqoyunlunun paytaxtının Səfəvilər tərəfindən tutulmasından əvvəlki hadisə götürməliyik. Deməli, Şirvanşahlar 9-cu əsrdə yaranıb. Albaniyanın ərəb xilafətinə asıla düşməsi bu 7-ci əsrdə, bunu götürmək olmaz. Və bir də Babəkirə götürmək olmaz. Burada nə olacaq? Gülüstan qalasının inşası D. Ağqoyunlunun paytaxtı tutulandan sonra da Çaldıran döyüşü baş verib. Burada da olacaq B. 2D, 4B. D cavabı düz cavabdır. Davam edirik. Səfəvilərin Ərdəbil hakimliyi dövrünə aiddir. Deməli, burada cavab Şirvanşahlarla toqquşmaların baş verməsi. Ağqoyunlularla bir yerdə bilirsiniz ki, Şeyx Heydərə qarşı mübarizə aparmış və orada onu hətta öldürmüşdülər döyüşdə. Digər ifadələr hamısı Səfəvilər dövləti dövrünə aid ifadələrdir. 6-cı suala gəlirik. Daha əvvəl olmuşdu. Azərbaycan dilinin vahid ünsiyyət dilinə çevrilməsi. Bu 11-12-ci əsrlərdədir. Ərəb-Xəzər müharibələrinin başlaması 7-ci əsr. Bəzi qalası xürrəmlərin mərkəzinə çevrilməsi 8-9-cu əsr. Albaniya dövlətinin varlığına son qoyulması 8-ci əsr. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi bu da 9-cu əsrdən sonra. Deməli, burada nə olacaq? 7-ci əsrdəki hadisə əvvəl olan hadisədir. 7-ci suala gəlirik. Atropatena və Albaniya dövlətlərinə aid oxşarlıq deyil. Eramızdan əvvəl yaranmaq oxşarlıqdır. Romalılarla mübarizədə qədim Azərbaycan dövləti olmaq, işğalçı yürüşlərə məruz qalmaq oxşarlıqdır. Xristianlıq mövzuda olduğu dövrdə yaranması da oxşarlıq deyil. Niyə? Çünki xristianlıq 1-ci əsrdən yaranıb, bu oxşarlıq deyil. Atropatena Albaniya eramızdan əvvəl yaranıb. Ona görə də keçirik artıq 8-ci suala. Daş dövrünün ortalarında ilk dəfə metaldan istifadə edildi. Daş dövrünün sonunda xış əkinçiliyi yarandı. Tunc dövründə tuncda əməliyyatlar düzəldildi. Ovçuluq yarandı. Daş dövrünün əvvəlində insanlar maldarlıqla məşğul olmağa başladı. Cavab Y. 9-cu sual hadisə nəticə əlaqələrinin düzgün verildiyi cavabı müəyyən edin. Ərəb xilafətinin zəifləməsi nəticəsində Şirvanşahlar dövləti yarandı. İslam dini yaranması ilə xürrəmlər hərəkatı başladı. Xeyr, əlaqəsi yoxdur. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan ərazi bütövlüyü təmin edildi. Şirvanşahların yaranması şimaldan gələn hücumlara qarşı bir dəfəlik ala bilməz. Bu da səhvdir. Deməli 1-3. A cavabı doğru cavabdır. Davam edirik 10-cu sual. Gəncə xanlığına fərqli olaraq İrəvan xanlığı deməli 19-cu əsr 20-ci illərində Çar Rusiyasının işğalına məruz qalmışdı. C cavabı. Burada digərləri səhvdir. Çünki 18-ci yüzilin ikinci yarısında mövcud olmuşdu ikisi də. Azərbaycanı birləşdirmişdi heç biri. Qarabağ xanlığı ilə həmsərhəd olmuşdu ikisi də. Gülüstan müqaviləsi ilə Rusiya verilmişdi. Gəncə xanlığı tərsin olmalıdır. Ona görə də cavab C-dir. 11-ci suala gəlirik. Yenə xanlıqlarla bağlı. Şəki, İrəvan, Qarabağ xanlıqlarının müqayisəsi.
Şəki xanlığı Azərbaycanın şimal qərb torpaqlarında yaranıb və Nadir Şah dövründə yaranıb. Deməli 1Y olmalıdır. 1Y. 2 olmalıdır. İrəvan olmalıdır. Əfşar və Qacarlar tərəfindən idarə olunmaq. 2 də olmalıdır. B. D cavabı düz cavabdır. Çünki 3A Qarabağ xanlığı Cavanşir tayfası tərəfindən idarə olunurdu. Və 4. Yəni 3-ünə də aid oxşarlıq nə olacaq? C olacaq. Rusiyanın işğalına məruz qalmaq. Şimal-şərq ola bilməz. Şimal-şərqdə yaranan məsələn Quba xanlığıdır, Dərbənd xanlığıdır. D cavabı düz cavabdır. Davam edirik. 12-ci sual, məntiq ardıcılığı tamamlayın. 1-ci Rus-Qacar müharibəsi başa çatdı və sülh bağlandı, yəni Gülüstan müqaviləsi. Nəticədə nə oldu? Nəticədə Azərbaycan torpaqlarının bir hissəsi Rusiyanın tərkibinə qaldı. 13-cü sual xəritə sualıdır. Səfəvilər dövründə Qarabağ əyalətinin mərkəzi olmuş şəhər müəyyən edin. Müasir xəritədə bilirik ki, Gəncədir. Gəncədə 4-dür. 3 Şuşadır, 5 Naxçıvan, 2 Şamaxı, 1 Bakı. Davam edirik. 14-cü sual. 16-cı əsr və Bayandurlu dövlətinə aid xüsusiyyəti tapmalıyıq. Paytaxtının Qızılbaşlar tərəfindən tutulması. Davam edirik. 15-ci sual 19-cu əsrə aid olan hadisələr müəyyən edin. Deməli, ilk müstəqil xanlıq təbii ki 18-dir. Vahid Azərbaycan dövləti mövcud olması 18-dir. 19-da yox idi vahid dövlət. Gəncə xanlığın ləğv olunması 1. Deməli, Nadir Şah Hindistan yürüşü də 18-dir. Milli mətbuatımızın əsasının qoyulması 1875. Bu da 5. 3-5 C cavabı doğru cavabdır. 16-cı sual Səfəvilər və Əfşarlar dövlətinin tarixinə aid oxşar cəhət. Deməli, ərazisi şimalda Dərbəndə qədər uzanması. Digər cavablara baxıq. Şimalda yaranmaq Əfşarlara aiddir. Səfəvilər cənubda yaranıb. Paytaxtı Təbriz olmaq Səfəvlərə aiddir. Əfşarların paytaxtı Məşhəd olub. İntibat dövründə heç bir olmayıb. İlk dəfə birləşdirəndə Sacilərdir. 17-ci suala baxırıq. Orta əsrlər dövründə Azərbaycanda vurğulanır. Baş vermişdi. Ərəb xilafəti meydana gəlməsi orta əsr olsa da Ərəb Azərbaycanda deyil, Ərəbistanda yaranıb. Azərbaycan vahid dövlət halının birləşdirilməsi, 10-cu əsrdə paytaxtın Təbriz olması, ilk müstəqil xanlığımız orta əsrlər deyil, Nadir Şah da orta əsrlər deyil. 2-3 C cavabı doğru cavabdır. 18-ci sual Şirvanşahlar dövləti Eldənizlər dövlətindən fərqli olaraq deməli Azərbaycanın Kürd çayından şimaldakı torpaqlarında meydana gəlmişdir. Çünki Eldənizlər Kürddən cənubda, yəni Kürdlə Araz arasında yaranmışdır. Digər cavablara baxsaq, 15-ci yüzillikdə süqut etmək, Şirvanşahlar 15-də 16-da süqut eləyib. Şimal torpaqlarında mövcud olan yeganə dövlət deyil idi. Məsələn, Eldənizlərdən əlavə Şirvanşahlardan da əlavə Eldənizlər olub. Mühüm liman şəhərlərə malik olması ikisi də malik olub. Bir müddət Azərbaycanı vahid dövləti birləşdirməsi, o da Eldənizlərin Şirvanşahlardan fərqi olur. Ona görə cavab A-dır. İrəvan xanlığı ilə həmsərhəd deyil, Şəki xanlığı. Digər xanlıqlar deməli İrəvandan həmsərhəddir. 20-ci sual doğru kəsişməni tapmaq lazımdır. Abidələr və yerləşdiyi şəhərlər. Deməli, Şeyx Səfi məqbərəsi Ərdəbildə yerləşir. Burada Ərdəbil yoxdur. Bunu deməli silirik. Oğlanqala yerləşir Naxçıvanda 2. Qız qalası Bakıda yerləşir. Ona görə də 2-3 doğru cavab C-dir. 21-ci suala gəlirik. Əvvadilər və Elxanilər dövlətinə aid oxşar cəhət paytaxtının Təbriz şəhəri olması. Orta əsrlər Azərbaycan mədəniyyətinə aiddir. Orta əsrlər yenə və Azərbaycan mədəniyyəti olmalıdır. Açıq suallarımızın ilkidir. Deməli, Qobustan qayası rəsmlər qədim dövrdür. Şəki xan sarayı yeni dövrdür. Marağa rəsədxanası, Göy məsciddə bu da burada gözümüzdən qaçıb Göy məscid burada Sərdar sarayı olmalıydı. Olsun. İrəvan şəhərində zaten o abidələrin inşası xanlıqlar dövrünə aiddir. Və Şeyx Səfi məqbərəsini götürməliyik bir də. 3-5 olur. Doğru cavab. Davam edirik. 23-cü sual. Xronoloji alıcıları müəyyən edin. Birinci Şəki xanlığı yaranmalıdır. Çünki Nadir Şah dövründə yaranıb. Sonra digər xanlıqlar yaranmalıdır. Məsələn, Qarabağ xanlığı. Sonra da Şuşa Qarabağın 1752-ci ildə mərkəzinə çevrilməlidir. 2-1-3. Nəhayət 24-cü sual. 24-cü suala gəlir. Klaster tamamlamaq lazımdır. Deməli, Şimali Azərbaycan 19-cu əsrin ikinci yarısında milli mətbuat yaranıb. Başqa digər 3 hadisəni seçməliyik. Cəmiyyətdəki nöqsanları tənqid edən əsərlər yazılırdı. Məsələn, Əkinçi qəzetində. Rusiya tərəfindən Azərbaycan xanlığı ləğv edilməsinin başlanılması ikinci yarısı deyil, birinci yarısıdır. Nəcəf bəy Vəzirovun fəaliyyət göstərməsi, müstəmləkə əsarətinin davam etməsi. Oxumuş və elmli insanlara tələbatın azalması yox, çoxalması, bu da səhv cümlədir. Ona görə 1, 3, 4 olmalıdır. Gəldik sonuncu sualımıza, 25-ci sual. Xəritədə
ərazisi ulduzla göstərilmiş xanlığımızın, yəni İrəvan xanlığıdır bu və 18-ci əsr tarixinə aid seçməliyik, diqqətli olmalıyıq. Azərbaycan qərb torpaqlarında yaranıb, düzdür. Birinci Rus-Qacar müharibəsi zamanı öz daxili müstəqilliyini qoruyub, düzdür, amma bu 19-cu əsrdə olub, götürmək olmaz. Bir daha deyirəm, 18 istəyir. Maku xanlığı ilə həmsərhəd olması, bu da Maku xanlığıdır və Türkmənçay müqaviləsi ilə Rusiya idarəsi altına keçsə də, o da 19-cu əsrdir. Rusiya qarşı sonuna qədər mübarizə aparması da 19-cu əsrdir. Ona görə burada cavab 1-3-dür. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. Növbəti video izahlarda görüşənə qədər sağ olun, salamat qalın.